Kuzu qabı var burada. 50 manata deyir. Gəlib 45 manata əldə edə bilərsiniz bunu. 45 manata əldə eləmək üçün gələn mənim adımı verirsiniz burada. Məhəmməd Ali TV deyirsiniz. Çəkilişlər eləyib kuzu qabı var burada 50 manata. 45 manata da aydan gəlib əldə edə bilərsiniz kuzu qabı. Sonra var belə şirniyyat qabları var. Köhnə şirniyyat qabı. Qut, nə bilim, panda, bütün figurlar var. Neçədir onlar da? O şirniyyat qabları, qolsu olan. O boz bir şeyler daha. 18. 18 manat. Biri 18 manata, yoxsa fərqli qiymətdir? Fərqli qiymətdir, yoxsa biri 18 manat? Yok var, 15 ekmek var. 18, 17, 16, 15. Şirin qoş neçədir? 15. 15 manat. O belə məktəb zəngi var. Onun adı nə gedir daha? Zvanok. Zvanok. 30 manata deyirəm, yani. Bir dənə də adı olmalıdır bunun. Bir dənə də adı olmalıdır ya bunun. Məktəb zəngi. Yox, bunun bir dənə də adı olmalıdır. Cərəfi ilə başlayır. Cıra nədir? O gün yazmışlar canlı yayında. Bu neçədir? 25. 25 mi? Koyun işlerini seçmek. Yarın sezonu gelir de koyunları. İşlerini seçeriz. Böyle şekilde. Et duyan. Et duyursan. Şöyle ezilirsen. Şöyle pişirirsin. Bunlardan var bak. Bunlardan var. Bunlar neçədir bəs? 3 manat. 3 manat. Ama böyle ayı tələsi var burada. Piti qabları var. Piti qabları neçədir bəs? Qablar balacalar var, 3 manata var, 4 manata var. Böyüklər 20 manat, 25 manat. Bu üstteki qaranı başına dalarsın. O manatadır, bu bura kırmızılar 5 manat. Samavarların qiymətində nə? Savarlar 180 manat. 180 manat. Köhnələrdən yox, istansıdır. Ha? Bu Rusiyanın 2 tane gibi var. Hansı istans bunlar? Ha. Bunlar? Bu Rusiyanın, onu söylüyorum. Əhəng dəstlərin qiymətində nə də? Neredesler 15 manat 20. Əhəng dəstlər də. Ayşe de 15 manat, 25 manat. Neçə dedin onları? Əl muxam, yadımdan çıxır ürəyim. Əhəng dəstləri. 15 manat 20 manat. Ha, 15 manat, 20 manat. Ayağını arası çıxarmıyor bu arada. Gelsin. Bunun aç kazanları var. Mesela bu verdim. O bir tane orada. Kafalar kapılır. Yok. Aç kazanların da qiymətində nə? 70. 70 manat. Balacası o neçədir? Uzun buraya, bunlar uzunluğa 20 manat. Bunlar 20 manat. Bu ne eseri dedin usta? 10 manat, 10 manat. Bu da 10 manat. Alsın zaten. Bu da Rus'unda satıyor. Bunlar usul var. Bu da Rus'unda, bu da Rus'unda. Ha, o da. Onlar inanın bazılar, onlar ondan da giyer. Orada işletiyorlar. Bu neçədir bəs? Çuğun kazanlarda onlar Aç kazanır da o. 60 manat. Çuğun dolar. Onun böğründəki də ha? Altındakiler 40 manattır. Bunlar 70 manattır. Ha. Yanındakilər? Bu 50 manattır. Bunlar Mercavikadır. 45 manat, 60 manat. Bunlar Rusya kazanları, Köyədən qalan 30 manat. 30 manat. Bitonlar neçədir bəs? Onlar 18 manat, 20 manat. 18 manat, 20 manat. Böyük bitonlar? Böyüklər 50 manat, 45 manat. 50 manat, 45 manat. Day bu nədir ay day? O vaxtda savpazda süt sağırdılar. Ha, süt sağır. Başka şeye yükseltirler, ara çektirler. Salamatdır yoxsa? Ha, salamat. Salamat. Bunlar içine şey kesin. Elə.
əldə edə bilərsiniz abi. Salamatdır, işləyir. Sonra belə qazanlar var. Balacalar da var, böyüklər də var. Balacalar da var, böyüklər də var. 15'e var, 20'ye var, 25'e var, 30'a var. Lap böyüklərdir. Lap böyüklər neçədir bunların? 15'e, 20'ye, 30'a, 40'a. 40'a. 15'e, 20'ye, 30'a, 40'a. Kufrunu götürdü. 18 var. Sabıçı bazarından daydan omzunu əldə edə bilərsiniz. Ya, yavşak da koymuyor. İşletmek yok. Çoxdur burada dayda qapqaç. Aşı o adı arhat bir çıkar içinde. Aca o yok, o iş verir. Bunun aşağı yukarı yeri var Ya yok. vallahi bana yarım pul kalır. İçine kalacağım oldu. Yaxşı kadar sarın yoksa yeter. Orada bir tane var. Orada bir tane yapısı olmaz. Bu neçədir? O 40 batı diyor. 40 manat. Bu nədir da? Pazar günü çuğu olmayacak. Çoğun qazan. Bu neçədir? 30 manat. Bu qapaq bunundur. Gele böyle koymuşlar. Ha, elə belə qoy. Geler götürürler. Bunun qapağı olmur ha? Ama yok. Yoxdur. Gele böyle koymuşlar. Tapmaq olardı ona qapaq. Ha. Elə bunu götürmək olar da. Ulan ha gecikler. Ha, bir dənə başlıq qoysam buna üstünə. Ben kazanımı burada 40 batı kazan apardılar. 8 batı verdiler içeride. Bizim değişmez de bak. Şişlər var. Şişlər neçədir da? 2 var, 3 var. Ha, bu 100 dolları mən üçün qoymusan da. Ha. Arkadaşlar. Neçədir ki? O 25. Daha 100 dolları mən üçün qoyum. O ya. Bir xərclə yine. Fazlası orada 12 manada. O ne olur? Hayətə bilər. Bu neçədir? 5 manat. 5 manat. Böyle dükkanlardan çok. Bunlar mı? O da 5 manat. Bu da 5 manat. Öbürsü ara var. Attım bırak sarı. Ya bulanmış sabısı bazarından əldə edə bilərsiniz. Buradan Sonra böyle tərəzilər üçün daşlar var. Belə daşlar var. Belə daşlar var. Burada öbürsü ara. Belə müvanik var. Axtarırdınız. Axtarırdınız elə bir səfər əmrəmsə. Gəlib əldə edə bilərsiniz və bunu. Bu neçədir? 18 manat. Namadından gəlsiniz 10 manatını əldə edə bilərsiniz sabıçı bazarına. Sonra belə qazdan işləyən, ayaq ütüləmək üçün, ayağın tükləri yummaq üçün aslında belə benzinlə, sələrkən işləyən şey var. Bunlar neçədir bəs? 18 manat. 18 manat. Keçək sazlara. Sazların qiymətini də deyirsiniz? 18'e var, 20'ye var, 25'e, 30'a, 40'a, 50'ye, 70'e, 100'e. 18'e, 20'ye, 50'ye, 15'e, 40'a, 60'a, 100'e gəlib sabıçı bazardan bunları hamısını əldə edə bilərsiniz. Böyle turist var orada. Öyle düşün. Orada mesela haberi geldi. Nömrəsini də sizlər üçün qoyum. Şey olsun. Dinlemiyorum bakayım. Nömrən de 055 343 27 98. Daha nə əlaqə saxlayarsınız. Bunlar həm alışı da var, həm də satışı da var. Əlaqə yaradarsınız. Lazım olan əşyanı alarsınız, lazım olan əşyanı satmaq istəyirsiniz, satarsınız dayı. Bazar olsun da. Sağ ol.